Hoş gördük sizləri əziz Instagram və TikTok dostlarım. Bu günlərdə gözəl bir eldə, mənim elim obam Şəmkirimdə gözəl bir, möhtəşəm bir toya dəvət almışıq. Özü də ki, bizim xalqımızın sevimlisi, gözəl xanəndə olan, gözəl səsə malik olan, mənim də tələbə yoldaşım Babək Miftəliyevlə bir yerdə və həmçinin də mənim dəstəmin rəhbəri Fəzaidir, bizim gözəl müxaricimiz ehtiramdır, bizim Beyoğlumuz, anar qardaşımızdır, gözəl müğənnimiz və nə deyə bilərsən Şəmkir haqqında təsdiq? Çox sağ olun, Raya xanım, təşəkkür edirəm və bu günlərin Şəmkir elində, qonaqpərvər bir eldə, qəhrəman bir eldə, xoş günə gəlmişik, təbrikə gəlmişik. Cəmi subaylar üçün olsun, analar üçün olsun, nəvələr üçün olsun. Allah da xalqımıza, millətimizə hər zaman xoş günlər nəsib eləsin. Havasız, şəhvasız olsun. Elə də olacaq. Xoş günlərə gələk və bu günlərində sənət dostlarımızla bir yerdə inşallah çalışacağıq ki, qonaqlarımızın zövqünü oxşayaq və gözəl bir musiqi zövqü bəşr edir. Çünki bu dəqiqə musiqi zövqü bəzi insanlarda körlanıbdır, ancaq biz çalışacağıq ki, onlar üçün gözəl nəğmələr Heç olmazsa bu günləri qulaq asar. Biz də Respublikamızın dəyərli sənətkarları, çox hörmətli xanım sənətkarımız Raya xanım Şəmkirli və hörmətli Babək müəllim Miftəliyev qarşıda olmaqla Fəzail bəy, Anar bəylə bərabər bütün xalqımızı, millətimizi salamlayırıq. Həmişə toylarda görüşürük. Çox sağ olun. Amin inşallah. Toydan da görüntülər. Çox sağ ol ana. Olmaz həmçinin də xanım. Ana da bizim də. xoş günlərdə görüşürük. Toydan da görüntüləri paylaşacağıq. Bizi izləmədə qalın. TikTokda da, Instagramda canlılarımız olacaq. Var olasınız. Sağ olun.